Ha, Yağməddə nə var, nə yox, nə tərsən. Bura Kəlbəcər rayonun Tövlə Dərəsi kəndidir. Biraz bundan qabaq elə bir yağış yağdı ki, indi də gün çıxdı. Aşağıda görükən kənd Zar kəndidir. Tövlə Dərəsində el arasında ayı boğan xalq verdi kişi deyirdilər. Yəni ayını gedib kahasını tutub boğurmuş. Onun biz qardaşı oğlu var, Bayram. Onun gəlmişik evinə, qonaq gəlmişik. Gözəl yerdir. Əsil elat yeridir. Əsil keçmiş, yəni Kəlbəcər elatının evinə gəlib girmişik. Əsil Qarabağ. Pendiri, qatığı, nə edirsən burada var. Fikrət müəllim, xoş gəlmişik. Çok sağ olun. Bayram müəllimin evinə xoş gəlmişik. Çok sağ olun. Allah size can sağlığı versin ki bugün biz burada Kəlbəcərdə, bu gözəl diyarda, dağların qoynunda, dağların zirvəsi insanların ucalığıdır. Kəlbəcər cəmaatının ucalığıdır. Gülü çiçəyi insanların qəlbidir. Mən elə qəbul edirəm. Yəni öz şəxsi fikrimi deyirəm. Bu torpaqları bizə yenidən qaytaran şəhidlərimizə rəhmət diləyək. Amin. Qazilərimizə can sağlığı. Müzəffər ordumuza can sağlığı. Allah qorusun ki, onlar bizim vətənimizi döyləşdirdilər və bugün də qoruyurlar və əbədi qoruyacaqlar. Və bugün qonağı olduğumuz bu qardaşın süfrəsinin ətrafındayıq. Mən bu qardaşa can sağlığı arzulayıram. Bizim qazi qardaşımız. Həm həmkarımızdır, həm Qarabağ qazisidir, həm də bizə süfrə açıb bizimlə bərabərdir. Mən onun süfrəsinə canı ilə bərabər ruzu bərəkət arzulayıram. Allah onun xoş gəlmisiniz. Minbutaq eləsin. Allah sizi canınızı sağ eləsiniz ki, yəni gəlib biz də bu kəndimizə yad edərsiniz. Orxan da mənim əmim oldu. Ona da təşəkkür edirəm ki, elə qonaqları ülkədə yönəldirdi. Çox sağ olun. Bəli. Musa Yaqub deyir ki, Bəli. Musa Yaqub deyir, leyləklərin çöp yuvası boş qalır. Bahar gedib, payız gəlir, qış qalır. Göy çəməndə ocaq yanıb, daş qalır. Bu dünyanın qara daşı göyərməz. Şahmar Əkbərzadə deyir ki, Musa Yaqub, deyirsən ki, bu dünyanın qara daşı göyərməz. Göyərər Musa Yaqub, göyərər. Deyir ki, Musa Yaqub, dərin-dərin dəryalardan dərdlərin, bükə bilər dizlərini dərdlərin, kəsə bilsək önlərini dərdlərin, bu dünyanın qara daşı göyərər. Və sonunda deyir ki, dağ başında, bax indi gördüyümüz dağ başında arxa bilir, qar qarı. Zirvələrə yaxın qoymaz baharı. Gözəl. Görürsünüz, qar bir tərəfdədir. Bəli, güləşli bir tərəfdir, bəli. Hərəsi bir səmtdədir. Deyir, dağ başında arxa bilir qar qarı. Yaxın qoymaz zirvələrə baharı. Şahmarlardan seçən olsa şahmarı. Şahmarlardan seçən olsa şahmarı. Bu dünyanın qaradaşı göyərər. Yəni, mən onu necə qəbul edirəm, necə təhlil edirəm. Bax, nə qədər ki, xainlərimiz oldu, namərdlərimiz oldu. Gələn dərdlərin qabağını kəsə bilmədik. Kəsə bilmədik. Ağrısını, acısını yaşadıq. Amma deyir ki, bu dünyanın qaradaşı göyərər. Mərdimizi tanıdıq. Hamını mərd elədik. Hamını kişi elədik, qeyrətli elədik. Qarabağı da azad elədik. Kəlbəcəri, bütün ərazimizi əl-ələ verdik. Ordu ilə cəmiyyəti bir yerə yığdıq. Torpaqlarımızı azad elədik. Bəli, insanlar bir yerdə cəm olsa, bir-birinə arxa olsa, dayaq olsa, heç bir düşmən bizim torpağımıza səmt gələ bilməz
bizim qaradaşımız da göyərər. Düz. Allah hər iki yazara rəhmət eləsin. Sizin də canınız sağ eləsin. Ömrünüzü uzun eləsin ki, bu da həyatda ömürdə bir gündür ki, sizlə ömrün xatirənin bir vərəqində sizin də imzanız var. Ömür tariximizdə. Hər kəsin özünün ömür tarixi. Sağ olun müəllim, sağ olun. Bayram Qazi qardaşımıza da təşəkkür edirik ki, bizə belə bir süfrə açdı. Allah süfrəsini bol eləsin, ruzulu, bərəkətli eləsin, açıq eləsin. Bu evə, bu obiyə həmişə toya, xeyir işə gələk inşallah. Amin inşallah, amin.